Vaxtınız xeyir əziz üçüncülər. Gəlin birlikdə köməkçi sözləri öyrənək. Köməkçi sözlər nə deməkdir? Köməkçi sözlər elə sözlərdir ki, uşaqlar tək başına, yəni özləri tək başına tam məna vermir, amma cümlədə başqa sözlərə qoşularaq onların mənasını gücləndirir və ya tamamlayır. Deməli, köməkçi sözlər heç bir suala cavab vermir, heç bir leksik mənası yoxdur. Yəni cümlədə heç bir mənası yoxdur. Sadəcə qoşulduğu sözə, cümləyə belə deyək də bir məna çalar qat, bir məna qatır və onları gücləndirir, tamamlayır. Belə deyək, köməkçi sözlər başqa sözlərə kömək edir. Başqa cümlələrə, yəni cümlələri bir-birinə bağlamaqda kömək edir sadəcə. Ümumiyyətlə gəlin indi belə şifahi nə qədər danışsam, yəqin ki, başa düşməyəcəksiniz. Gəlin testlər və çalışmalar üzərində daha möhkəm şəkildə öyrənmiş olaq. Eyni bu izahda həm də bağlayıcıların növləri və bağlayıcıların bir-birini əvəz etməsi mövzusuyla da tanış olarıq. Hansı köməkçi sözdür? Baxırıq. Uşaqlar, məktəb, qab, şagird sözünün leksik mənası var. Yəni məktəb deyəndə ağla təhsil, yəni elm ocağı gəlir, qab deyəndə, yəni yemək yediyimiz qab mənasında və yaxud nəsə tökdüyümüz, yəni hər hansısa bir şey tökmək üçün qab nəzərdə tutulur. Şagird ümumiyyətlə bilirik ki, məktəbə gedən, yəni şagird nəzərdə tutulur. Amma və heç bir mənası yoxdur. Heç bir suala da cavab vermir. Cavabımız olacaq və. Yalnız köməkçi sözlərdən ibarət variantı istəyir bizdən. Su bilirik ki, içdiyimiz maye. Dəftər bilirik ki, yazmaq üçün vəsait, vasitə. Meyvə də bilirik ki, qidadır. Amma ura və uf ikisi də köməkçi sözdür. 3-də deyir, hansı doğrudur? Axı, say deyil köməkçi sözdür. Ən köməkçi sözdür, düzdür. Qız köməkçi söz deyil, yanlışdır. Ancaq isim deyil, yanlışdır. Doğru olan istəyir B variantı. Hansı cümlədə altından xətt çəkilmiş söz köməkçi söz deyil? Ucuz ətin şorbası olmaz. Ətin, bildiyimiz ətin. Köməkçi deyil. Evə qədər, bəli, burada köməkçidir. Mən də atam kimi, kimi, yəni bənzətmə, bəli, burada da olacaq köməkçi. Amma da olacaq köməkçi. Köməkçi söz olmayan cümlə olacaq A variantında. 5-də deyir ki, sual işarəsinin yerinə hansı söz yazılmalıdır? Köməkçi sözlər istəyir bizdən görə, üçün, ürək əsas nitq hissəsidir, əsas sözdür. Yaşıl anlayış bildirir, gül anlayış bildirir, amma kaş anlayış bildirmir. Yəni, kaş da köməkçi söz olur. 6-da deyir ki, nöqtələrin yerinə uyğun gələn söz hansıdır? Anam dedi ki, baxın, heç variantlara baxmadan özlüyündən gəlir. Anam dedi ki, sabah parka gedəcəyik. Elə burada ki, cavab verilib. 7-də deyir, hansı cümlədə köməkçi söz yoxdur? Leyla evim balaca qızıdır. Burada ümumiyyətlə köməkçi söz yoxdur. Əli oxuyur, amma var B-də. Üçün var C-də. Çünki var D-də. Ona görə də olmayan A variantıdır. 8-də deyir, hətta köməkçi sözü ilə bağlı doğru fikir hansıdır? Nə sualına cavab verir? Biz dedik ki, köməkçi sözlər ümumiyyətlə suala cavab vermir. Leksik mənası var, xeyr. Çünki dedik ki, leksik mənası da olmur köməkçi sözlərin. Ahəng qanuna tabedir. Ahəng qanuna hansı fikir, belə deyək, bağlı doğru fikir istəyir. Yalnız qrammatik mənası ahəng qanuna tabedir. Əslində köməkçi söz, olsa da olmasa da bir fərqi yoxdur. Amma yalnız qrammatik mənası var. Bəli, yalnız qrammatik, yəni qrammatik məna dedikdə, belə deyək də uşaqlar, hər hansısa bir nitq hissəsinə aid olması deməkdir. Yəni sözün qrammatik mənası hər hansısa bir nitq hissəsinə aid olması. Biz bilirik ki, bütün sözlərin qrammatik mənası var. Bu arada bunu da qeyd edeyim, özünüzün qeydimi götürün. Bütün sözlərin qrammatik mənası var, amma bütün sözlərin leksik mənası yoxdur. Bu nə deməkdir? Yəni, sözlər iki yerə bölünür. Əsas sözlər, yəni anlayış ifadə edən sözlər, bir də köməkçi sözlər. Baxın, bu keçdiyimiz mövzu kimi. Köməkçi sözlərin yalnız qrammatik mənası var, leksik mənaları olmur. Amma əsas sözlərin həm leksik, həm də qrammatik mənası
olur. Daha sonra 9-a baxırıq. Verilmiş sözlərdən neçəsi köməkçi sözdür? Kağız ağla gəlir, yəni hər hansısa bir ağla gələn anlayış var. Üçün yoxdur, bir dənə. Sual var, test var. 2 yoxdur, lap da yoxdur. Cavab 3 dənə köməkçi söz var. Onda deyir hansı söz digərlərindən fərqlənir? Mühəndis, qaçır, yedi. Bunların hamısı anlayış ifadə edir, amma dadə anlayış ifadə etmir. Baxaq çalışmalara. Çalışmalarda deyir ki, köməkçi sözləri işarələyin. Çoban əsasdır üçün, amma, və, ura ilə. Uyğunluğu müəyyən edin. Ki köməkçi sözdür, ölkə sözdür, külək sözdür, lakin isə köməkçi sözdür. İlə köməkçi, az söz, çünki köməkçi, kənd isə söz. Verilmiş cümlələrdə köməkçi sözlərin altından xətt çəkin. Qədər. Baxın, kəndimizdən oraya qədər uzun yol var. Baxın, qədər heç bir suala cavab vermir. İlə, burada oy, burada isə kaş. Daha sonra köməkçi sözlər olan xanaları rəngləyin. Baxırıq, lap, da, axı. Ona görə ancaq, həm bu formada olmuş olacaq. 5-ə baxırıq. Köməkçi sözlər əlavə edərək cümlələri tamam. Sevdə dərsə gəlməmişdi. Çünki xəstə idi. Arif test və çalışmalarını hamısını yazdı. Bu kitab lap ürəyimcə oldu. İrəli getmək üçün çox çalışmaq lazımdır. Baxın, elə vaxt olur ki, köməkçi söz özü gəlir. Yəni özü tələb edir ki, məni cümlənin filan yerinə qoy. Çünki orada olmasam cümlə belə deyək də mənasız alınar. 6. 6-da isə bizə deyir ki, uyğunluğu müəyyən edin. Cümlə qurun. Sənin üçün darıxmışam. Sevil ilə gəldim. Onun kimi oxuyursan, Fəriddən əvvəl çatdım. Onun kimi oxuyursan, olar, Fəriddən əvvəl çatdım. Bax, bu formada. 7-də isə köməkçi sözlər haqqında doğru fikirləri seçin. Suala cavab verir, xeyr, qəti şəkildə. Amma, lakin və köməkçi sözlərdir, bəli. Anlayış ifadə etmir, bəli, düzdür. Cümlə üzvü ola bilir, xeyr, heç bir cümlə üzvü ola bilmir. Köməkçi sözləri artıraraq cümlələri tamamlayın. Sən sabah dərsə getməyəcəksən, bəs sən sabah dərsə getməyəcəksən. Yollar tamam buz bağlayıb. Vay, bu yollar tamam buz bağlayıb. Mən dostlarım ilə futbol oynadım. 9-da deyir, hər sütunda fərqli olanı işarələyin. Balaca, gəmi, hətta insan. Baxın, bu üçünün mənası var, amma həttanın yoxdur. Fərqli olan hətta sözüdür. Ha belə, yəni, çünki ürək. Baxın, bunların heç birisinin mənası yoxdur. Bir dənə ürəyim var. Əsl, ayaq, yuxu, daş. Ayaq, yuxu, daş, yəni anlayış ifadə edir, əsl isə ifadə etmir. Əlbəttə, lap, of, lakin köməkçi sözlərini cümlədə işlət. Bu cümlədə işlətməkdə tamamilə sizin özünüzə qalıb, necə istəyirsiniz cümlədə işlədə bilərsiniz. İndi keçirik bağlayıcıya. Baxın, uşaqlar, bizə bağlayıcılar verib, bağlayıcıların növləri. Bağlayıcı ümumiyyətlə sözləri və ya cümlələri bir-birinə bağlayan sözlərdir, köməkçi sözlərdir. Bağlayıcıların bir çox növü var, amma bizə, yəni 3-cü sinifə verilən 3 növü var. Deməli, birləşdirmə, qarşılaşdırma, bir də qarşılaşdırma, bir də səbəb-nəticə bağlayıcıları verilib. İndi bizə baxaq görək hansı formada düşəcək bu testlər. İndi mən testlər üzərində yavaş-yavaş izah edə-edə sizə belə deyək də başa salmağa çalışacağam. Baxırıq ilk suala. İlk sualda bizə deyir ki, hansı bağlayıcı deyil? Lakin, iri, ilə, çünki. Baxın, lakin, ilə, çünki bağlayıcıdır, amma iri ümumiyyətlə anlayış ifadə edir. Ona görə bağlayıcı ola bilməz. Cavab B variantı. Hansı qarşılaşdırma bağlayıcısıdır və ona görə də ilə. Baxın, və ilə birləşdirmədir.
ona görə səbəbdir, amma isə qarşılaşdırma. Amma, ancaq, lakin ən çox rast gəlinən qarşılaşdırma bağlayıcılardır. Yadınızda saxlayın. Ona görə də, ona görə ki, çünki bu bağlayıcılar isə belə deyək də, unutdum. Birləşdirmə bağlayıcılarıdır. Daha doğrusu, səbəb-nəticə bağlayıcılarıdır. Yəni, burada A variantı olmuş olacaq. 3-də deyir, hansı bağlayıcılar səbəb bildirir? Səbəb bildirəni istəyir, çünki ona görə ki olacaq. 2 ilə 3. Sual işarəsinin yerinə uyğun gələn variant hansıdır? Lakin, ancaq, baxın, belə deyək də, hansı uyğun gəlir? Təbii ki də qarşılaşdırmadır. Amma, ancaq, lakin, bunları qarışdırmayın. Amma, ancaq, lakin qarşılaşdırma bağlayıcılardır və ilə birləşdirmə bağlayıcılardır. Çünki ona görə də isə səbəb bağlayıcılarıdır. Bunları unutmayın. Yəni, çünki testlərdə, tapşırıqlarda, yəni bu 6-7 bağlayıcılar ətrafında dönür bu testlər. Özünüz də şahidi olacaqsınız. 5-də deyir, çünki bağlayıcısı haqqında doğru fikir hansıdır? Nə sualına cavab verir? Biz dedik ki, ümumiyyətlə köməkçi sözlər suala cavab vermir. Anlayış ifadə edir. Xeyr, dedik ki, anlayış da ifadə etmir. Səbəb bağlayıcısıdır. Bəli, səbəb nəticə bağlayıcısıdır. Çünki ona görə ki, ona görədir. Amma bağlayıcısı ilə eyni növdədir. Xeyr, amma, ancaq, lakin qarşılaşdırmadır. Ona görə də cavabımız olacaq C variantı. 6-da isə bizə deyir, hansı cümlədə birləşdirmə bağlayıcısı var? Vaqif və atası. Vaqif ilə atası. Burada olacaq elə A variantı. 7-də deyir, hansı variant doğru deyil? İlə birləşdirmə bağlayıcısı, ona görə ki, səbəb bağlayıcısı, amma səbəb bağlayıcısı, lakin qarşılaşdırma bağlayıcısı. Baxın, uşaqlar, ilə və birləşdirmədir. Bu doğrudur. Ona görə ki, səbəbdir. Bəli. Ona görə də, çünki bunlar səbəbdir. Lakin, belə deyək, amma, ancaq, lakin qarşılaşdırma bağlayıcısıdır. Amma isə səbəb bağlayıcısı kimi verilir. Bu yanlışdır. Elə bizdən də yanlış istəyir. Hansı cümlədə qarşılaşdırma bağlayıcısı işlənmişdir? Lalə və Günel sinfin əlasılardır. Burada birləşdirmədir. Səhər açıldı və burada da birləşdirmədir. Mən filmə baxmağı sevirəm, lakin, amma, ancaq qardaşım sevmir. Burada qarşılaşdırmadır. Hansı bağlayıcının növü deyil? Qarşılaşdırma, birləşdirmə, səbəb nəticə var, amma feil ümumiyyətlə əsas nitq hissəsidir. Ümumiyyətlə bağlayıcının heç bir əlaqəsi yoxdur. Onda deyir, Sevda mahnı oxuyur və rəqs edirdi cümləsində nöqtələrin yerinə uyğun gələn variant ilə özlüyündən tapıldı və olmuş olacaq. Daha sonra. Uyğunluğu müəyyən edin. Lakin, amma, ancaq, lakin qarşılaşdırma və birləşdirmə, ona görə səbəb. Amma qarşılaşdırma, çünki səbəb, ilə isə birləşdirmə. Qarşılaşdırma bağlayıcıları işlənən cümlələri işarələyin. Qarşılaşdırma hansı idi? Amma, ancaq, lakin. Amma burada var. Daha sonra lakin burada var. Bu ikisi 2 və 4 qarşılaşdırma bağlayıcılardır. Bağlayıcı olmayan sözləri işarələyin. Kaş, daha sonra sən, daha sonra kömək, daha sonra birinci. Bu formada olmuş olacaq. Ancaq və, amma, lakin, çünki, ilə isə bağlayıcılardır. Cümlələrdə işlənmiş bağlayıcıların növlərini yazın. Aysil və Aydan 4-cü sinifə keçdilər və burada birləşdirmə. Anam rayona getdi, lakin qarşılaşdırma. Soyuq hava idi, ona görə də səbəb. Səbəb nəticə bağlayıcılarını seçib cümlədə işlədin. Səbəb nəticə çünki və ona görə də. Bu ikisini özünüz cümlədə işlədərsiniz. Nə formada istəyirsiniz, cümlə qura bilərsiniz. Baxaq digər tapşırıqlara. 6-cı sualda bizə deyir ki, nöqtələrin yerinə uyğun bağlayıcıları yazın. Səadət müəllim olmaq istəyir. Ona görə də gecə-gündüz çalışır. Ona görə də. Dağın başındakı qar əridi. Çünki günəş çıxmışdı. Səbəbi odur ki, günəş çıxmışdı da qar ərimişdi. Zeynəb rəqs edə bilmir. Gözəl rəsm, amma gözəl rəsm qarşılaşdırma. Ayxan və Kənan bağdan meyvə yığdılar. Burada da birləşdirmə.
7-də deyir qarşılaşdırma bağlayıcıların altından xətt çəkin. Bu çox asandır. Amma, ancaq, lakin yadınızda saxlayın. Amma, ancaq, lakin. Verilmiş xüsusiyyətlərə aid bağlayıcını cümlədə işlədin. Özündən əvvəl vergül qoyulmur. İlə və bağlayıcılarından əvvəl, belə deyək də, vergül qoyulmur. İstəsəniz, cümləni nə formada istəsəniz, ilə və bağlayıcıları üçün cümlə qurarsınız. Səbəb nəticə bildirir. Səbəb nəticə bildirir, belə deyək. Çünki üçün cümlə qurarsınız. Əvəzləyici onu hər zaman əvəz edə bilmir. Belə deyək də, ancaq, amma, bunlara necə istəyirsiniz cümlə qurarsınız. Özündən əvvəl vergül qoyulur. Vergül qoyular, amma. Ammaya aid cümlə qurarsınız. Verilənlərə görə xanaları rəngləyin. Birləşdirmə ilə, bir də birləşdirmələri istəyir və ilə, səbəb nəticəni istəyir ona görə çünki. Hər bağlayıcını yaxın mənalı qarşılığı ilə əvəz edərək cümlədə işlədin. Cümlədə işlətmək uşaqlar, yenə deyirəm, özünüz necə istəyirsiniz cümlədə işlədin, amma mən sadəcə yaxın mənalı qarşılığını sizə deyəcəm. Və-ni əvəz eləyən, belə deyək də, yaxın mənalı qarşılığı ilə. Lakin, ancaq, ona görə də çünki. Bu formada özünüz yaza bilərsiniz cümlələri. Baxırıq, bağlayıcılı bir-birini əvəz etmək. Bağlayıcılar da digər sözlər kimi, yəni sinonimlik, belə deyək də, təşkil edir. Yəni, bir-birini elə vaxt olur, əvəz edə bilir. İndi onlara baxacağıq testlər üzərində. Bağlayıcıların bir-birini əvəz etməz. Ona görə ki, bağlayıcısını əvəz edən bağlayıcı hansıdır? Ona görə ki, çünkini əvəzi, çünki eyni məna növündədirlər. Hər zaman bir-birini əvəz edə bilən bağlayıcılar, amma, lakin. Cümlədən işlənmiş bağlayıcını hansı bağlayıcı ilə əvəz etmək olar? Mən gəldim, amma. Mən gəldim, ancaq bacım gəlmədi. Hansı variant tək fikri tamamlayır və bağlayıcısı ilə bağlayıcısı eyni növdədir. Bəli, və ilə bayaqdan deyirik ki, eyni növdədir. Bir-birini əvəz edən bağlayıcılar hansılardır? Ona görə ki, çünki ilə bir-birini əvəz edə bilir. Lakin ümumiyyətlə qarşılaşdırmadır və isə birləşdirmədir. Ona görə bir-birini əvəz etməyi mümkün deyil. Bir-birini əvəz etməsi baxımından hansı bağlayıcı fərqlənir? Amma, ancaq, lakin qarşılaşdırmadır, ilə isə birləşdirmədir. Ona görə də biri fərqlənir deyirsə, deməli, ilə fərqlənir. 7-dədir, hansı cümlədə və bağlayıcısını ilə bağlayıcısı ilə əvəz etmək olmur? Emin və Murad sinifdədir. Emin ilə Murad sinifdədir. Deməli, əvəz etmək oldu. Hava soyudu və biz evə getdik. Hava soyudu ilə biz evə getdik ola bilmir. Uşaqlar, mən orada səhv eləmişdim. Üzürlü sayın, qoy gedək ora. Əvəzləyicisi onu hər zaman əvəz edə bilmir. Mən burada ancaq, amma demişdim, amma burada ilədir. ilə və yaxud və. İkisi hər zaman bir-birini əvəz edə bilmir. Qoy, yanlışlıq olmasın. Aha, harada qalmışdıq? Aha, hava soyudu ilə biz evə getdik ola bilməz. Çünki hava soyudu və biz evə getdik. B variantı. Səlim və Kəmalə meşədən göbələk yığdılar. Məlahət və anası tort bişirdilər. Məlahət ilə anası tort bişirdilər. Bu da mümkündür. Nöqtələrin yerinə uyğun gəlməyən bağlayıcı hansıdır? Gəlməyən bağlayıcı deyir. Səma buludlu idi. Amma yağış yağmırdı. Ancaq yağış yağmırdı. Lakin yağış yağmırdı. Ki yağış yağmırdı ola bilməz. Gəlməyən istəyir ki, bağlayıcısıdır. 9-da deyir, verilmiş cümlədə bağlayıcını hansı bağlayıcı ilə əvəz etmək olar? O, qələm ilə dəftər aldı. Bəli. 10-da isə deyir, hansı xüsusiyyət ancaq bağlayıcısına aiddir? Qarşılaşdırma bağlayıcısıdır. Bəli. Amma, ancaq, lakin qarşılaşdırma bağlayıcılardır. Aha. Telefon zəng çaldı. Bir-birini əvəz edib köçürün deyir. Telefon zəng çaldı. Ancaq dəstəyi götürən olmadı. Ammanı silək, ancaq qoyaq. Zəhranı təbrik etdi. Ona görə ki, onun doğum günü idi. Mədinə və Leyla rəfiqədirlər. Hansı bağlayıcı digərlərinin əvəzləyici deyilsə, onu rəngləyin.
Aha, ilə və belə deyək də, eyni növdədirlər. Lakin isə deyil. Ona görə ki, çünki eyni növdədirlər, ki isə deyil. Amma, lakin, çünki. Amma ilə lakin eyni növdə, çünki isə fərqli növdədir. 3-də deyir ki, nöqtələrin yerinə uyğun bağlayıcılar yazın. Nərgiz Cavid məktəbdəki tədbirə gəlmədi. Nərgiz və Cavid məktəbdəki tədbirə gəlmədi. Daha sonra Əlinin çoxlu kitabı var, amma oxumur. Özlüyündən görürsünüz necə alındı. Tofiq tələsirdi. Ona görə ki, dərsə gecikmişdi. Çünki dərsə gecikmişdi. Leyla çəməndə gəzdi və çiçək topladı. Hansı cümlədə birləşdirmə bağlayıcısı bir-birini əvəz edə bilmirsə işarələyin. Səbinə şəhərə getdi ilə rəfiqəsi ilə görüşdü ola bilməz. Əvəz edə bilmədi. Lalə ilə Anar saat 8-də görüşəcəklər. Lalə və Anar 8-də görüşəcəklər. Əvəz edə bildi. Səhər açıldı ilə mən işə getdim ola bilməz. Deməli, elə səhər açıldı və mən işə getdim. Yəni, bir-birini əvəz edə bilmədi burada. Kəmalə ilə Əfsanə bir gün kəndə yola düşdülər. Burada da əvəz edə bildi. Daha sonra baxırıq digər tapşırığa. Yaxın mənalı qarşılığını birləşdirək. İlə və niyə işarələnmədi? Çünki ona görə ki, lakin amma. Uyğunluğu müəyyən edin. Lalə tələsirdi ona görə ki, gecikirdi. İndi baxaq bu tərəfdəki variantlara. Eyni növdə olanı seçəcəyik. Lalə tələsirdi ona görə ki, gecikirdi. Aysel sevinirdi çünki oyunda qalib gəlmişdi. Cavid və Əli parka gedəcəklər. Cavid və Əli, Fuad ilə Arif qardaşdır. Mən danışırdım, amma o qulaq asmırdı. Lakin biz Nərgizi gördük, lakin o bizi görmədi. Burada olacaq belə. 7-də isə cümlələrdəki bağlayıcıların yaxın mənalı qarşılığını işarələyin. Vaxt az idi, ancaq, amma. O tələsmirdi. Getdim, çünki yorğun idim. Getdim, ona görə ki, yorğun idim. Səni gördüm, lakin tanımadım, amma tanımadım. Arif ilə Leylanı çağırırlar. Arif və Leylanı çağırırlar. Bir-birini əvəz edə bilən bağlayıcıları işarələyin. Çünki vəni silək, və ilə bəli, ki ilə xeyr, amma ancaq bəli. Bu formada uşaqlar köməkli sözlər və bağlayıcıların növləri bir-birini əvəz etməsinə baxdıq. Növbəti bizdə izahımız isə bağlayıcıların, daha doğrusu şəxs əvəzlikləri ilə bağlı olacaq. İndilik bu qədər. Ümidvaram ki, faydalı oldu. Faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi, şərh yazmağı unutmayın. Hansı sual sizə qaranlıq qaldısa, hansı hissə sizə qaranlıq qaldısa, şərhdə yazmağı unutmayın. Orada sizə yazılı şəkildə izah etməyə çalışacağam. Hələlik.